Salam aleykum, hardayam? Xırdalandayam. Bir dənə sizin təzə 2 mərtəbəli elit yerdə kupçalı, sənədli, subutlu, şəxsi tikili ev axtardınızsa daha axtarmağa dəyməz. Axtardığın ünvandayam. Həqiqətən yer ideal, ev ideal, gözəldir. Həqiqətən çox gözəldir. Yəni bu qiymətə. Ya mən çöldən evi çəkmirdim. Tanış adamın evidir. Bekara gəlib yerini axtarmıyor. Çünki tanış adamın evidir. Özüm ona görə çöldən çəkmişəm. Suyu, qazı, işığı, mərkəzi kanalizasiya, navesi. Əsas magistral yoldan 50 metr məsəl. Burada torpağın sotunun qiyməti yoxdur. Niyə görə qiyməti yoxdur? Çünki burada torpaq yoxdur. Burada da ayrıca bağı. Yəni ev çox böyükdür. İndi danışmaya başlasam, yəqin bir 10 dəqiqə qutaracam buranı. Buradan gəldi, baxın bir-bir göstərəcəm. Splaşlı istif oldu, mətbəx qarışıq. Burada bir dənə geniş zalı, qoşa daş, kombinin radiatoru, yeri parket. Bugünkü gündə yeri parket ev tapmaq çətin məsələdir. Yəni burada da bir dənə görün o boyda, yəni yataq otağı var. Ölçülər idealdır. Buradan da gəldi, bir dənə də burada 60.000 tək deyir evin içərisinə təmirinə pul qoymuşam. Yuxarısı da vardı ona görə. Burada bir dənə splaşnoy istifol olan mətbəxdir. Qiyməti çox idealdır. Həqiqətən çox idealdır. Bunu bəlkə də hardasa görmüşdünüz. Yəni qiyməti burada da bir dənə çox böyük hamam sanuzelli çamaşırxana otağıdır. Buradan gəldi, piləkənin altında əl damı kimi düzəldilib, artıq nə isə olsa qoymağa. Qalxdıq ikinci mərtəbəyə. Burada da koridordur. Koridordan bölünür otaqlara. Qarşısında çox böyük balkonu var. Gələndə inşallah özünüz baxarsınız. Yəni burada baxın, yəni içəridən keçib çəkmirəm. Burada hamamız yuxarında hamam sanuzeli ayrıdır. Bir dənə burada geniş yataq otağıdır. Ölçülərə bax. Bütün pəncərələrin qabağı boşdur. Ya Xırdalanda yerləşmək haqqında tam məlumat verim sizə. Xırdalanda və yuxarıda 2, 4, 5 dənə otaq təkcə yuxarıdadır. 5 otaq yuxarıdadır. Aşağıda da saydığınız otaqları. Burada da bir dənə detskisidir. Gözəldir həqiqətən. Böyük ailə üçün bu ideal variantdır. Burada da bir dənə geniş yataq otağıdır. Qutarmır ya. Burada da bir dənə zalıdır. Yuxarı ikinci mərtəbənin zalıdır. Yəni buranın öz kondisioneri var. Hər tərəfi qoşa daşdır. Roşitkalarına qədər var. Yerləşmə yeri haqqında məlumat verim. Xırdalanda magistral yola 50 metr. Buradan gəldi, parka çatmırsan. Köhnə bazar var ya Xırdalanda. Düz onun yanındadır. Düz onun yanında. Burada da bir dənə geniş yataq otağı. Bütün otaqlar boyları deyil, bu hallardan vurmuşam. Hər şeyin də yaxşısını istifadə etmişəm. Qiymət haqqında tam məlumat verim sizə. Qiymət 205.000 manata. Real puldan gəl. Endirim var, amma evin üstündə yəsiylə. Əladır. Qaçırma bu fürsəti. 3 sotaya yaxın həyətdir, evdir. Evdə rahat bir 200 kvadrat olar. Rahatlıqla deyirəm bunu sizə. Sağ olun, var olun.